ədəbiyyatında din əhllərinin birləşib, Məhməd Vəliyevin Doğançıq Yıllar romanı misalında. Ədəbiyyat xalq yazmışı, ana tarixi ülkəni bilən ayrılısız. Xalqın indi ana yazmışı şunday, xalqın indi ana yazışları da şuna oxşar. Ədiblər xalq bunları bulsalar, buna ana ülkələri tarix bulmuşa, dürüstlükli şahıdır alan. Mondi talantlar Tatar xalqında şahday, Fatih Əmirxan, Abdullah Toxay, Məhməd Vəliyev və başqalar. İşin məbnəsində biyiklər deyirəsə, Məhməd Vəliyev də şular safının bir vəkili. Məhməd Vəliyevin ədəbiyyatımızdakı əsəri Xanlı Tambalar dizisindən gəl, 4 kisəkdən turanan epopeyası. Birinci kisənin o İftişaq talibatı həm bizim günlərdə ədəbi mirasımızda o Doğançıq Yıllar ismi ilə bilgilənir. Bulğançıq yıllarda Tatar turmuşunun yıraq tarixi sürətlənə həman oturdu qatlamların aktarıb çıxaran. İldə bağlan vaqiqalar, İsimbaran xalq bulsa da yumuk halda yaşayan Tatar oğullarına rəqilib jidərək həm ağıl xalqı uyadıb qızartıb jibərərək. Əsərimdə şunday qızğalışlar olunda oturğan Tatar oğulun tasvirloldan başlanıb gidiyor. Rus dilini bilmək, yazı tanımı, başqa millətlərdən aralaşmadan digərək də ağıl xalq ucaqlaşıya, qaçar samadержавия sınavlıqları, Rus bulmanan xalqlarına türlüşə qısırqlalı, üstüne ağılda bulaşını Rus bullarında tutqan mulla məzinlərlə, yarım yurta gramatılı starostalar və ağıl xalqının tənində sülük bulub yaşayır. Tatar ağılın şulay üst sakonları bilən üst qazanında qaynaq tanışqına yaşayır. Lakin bu birinci qarış qağına şulay görünəm, Basu qapqasından ağılğa kırıya, qayğısı şadlığa, momuzlara, bütün qırıq adətləri, ata-babadan qalğan yuvaları, Ülkəni həm bugün isə bilən kişilər turmuşu aşıla başlayıb. Bulğançıq Yıllar romanı misalında üzərində Mövlə Qulaoğlu'ndağı 1877-ci yıl başlıqqa beylənişli vaqiqalar sürətlənən, bu tabiqat qazası oldağı din pərdəsi bilən qaplanıb yatan qarşılıqlarını üstə tartıb çıxaran. Yalan başlanıb qalan ağıl konunda mulla məzinlərinin kumsuzluğa, var üçdanlarının yetqışlığa tasvirlana. Muğa qədər asırtanla nəşlənən yalnızlıq, zakonsuzluq, yargı kristiyanı tutlu, aşıqdan aşıq işlənə başlayıb, kreş iski noktasına işlədi. Ağılda bir aşıq görünüb durğan iş qatlı oğula, anın birincisi yuvarı qatlı, imtolu sürətlənən itisəkdə olan Şəmsi Mulla, anın xatını Əsmə, Səbircan Məzin, Əkrəm Xarilar, ikinci qatlı Təhəlli kristiyanlar, üçüncü qatlav yarlı kristiyanlar, şuşu yarlı xalq və ağılın yuvarı qatlama arasında tartış varan, yazışı əsər geroyları bilən aşıqmışa bilşəntiklər tanışdıran, yuvarı qatlav vəkilləri, din əxillərinin xalq bilən münasibətləri və qatlavlı şualışları, hər qaysının öz yüzü, öz xarakteri var. Bunlar Mübin Axon, Şəmsi Mulla, anın xatına Əsmə Səbircan Məzin, Əkrəm Xariyev. Birincisi, Mübin Axon bilən tanışıb getdik, bu Mövlə Qulaoğlu'na qav yağından gelib oturan İşanulu, o sələtli, zirək, Buxarada oxulan şahında anızı sələtli, zirək bulu turun və süstar alan. Mövlə Qulaoğlu'nun əlifəqi park mullası uğrundan mullalıqa təqdim edilər. Lakin Mübin Axun riza bulmay, ağılımız qara, xalqımızın məclisilərdən ayrılıqdır və məşidimizdə iskirib gəndiyim. Ağıl xalqı Milingətaş məşid, zur mədrəsə, mullağa cihazlar eybət irsal edirəm. Mövlə Qulaoğlu'nda yuvarlı manaralı məşid bilən 2 qatlı zur mədrəsə Mübin Axun mulla olub durğan illərdə salına. Bu zur mədrəsəyə jedəkşi bulub, şunda din bilimi oxuda başlayıb. Bu mədrəsədən baytaqına mulla məzinlər şığa. Mübin mulla partlığında Axun dərəcəsinə ciddə zur hürmətgə iya bulan. Alğa Taba Şəmsi mulla obrazı Mübin Axun'la oğula Şəmsi yətisi ülgə Şuxaradan qaytıb anın uğrundan falan. Qulaoğlu'nda yetisi şekilli okilmişə kişi sanala, çünki Mövlə Qulaoğlu'nda üzünün tüp nəsil oğullarından bir mulla da verməyib. Mübin Axun ülgərinə birinci yılında o, uçuşuq mədrəsə yana, bu Qasar Şəmsi mullanan qoyunğa düşürsə də, ana ağıl ayınlarını əlifbatan otudan, ölkən şəkirtlərdən din oxududan tutqardan. Misalını siz ekranda görüb ötələsiz. Şəmsi yumuşaq qılıqla, kişi qayğı məşəqqatsız, tanışqına ilişərgə yaratan, Batın Əsmə öz qulunu alıb üstüləginçə vurub yürdən. Alğa Taba Şəmsi mullanın xatını Əsmə əsərdə şulay xüxiyyə rolunu başqaraq, əşit dilli bu xatın ilə öz quluzuna bildən. Şulay edib Şəmsi Qulabara İran Arabistanda, həm Hindistanda qarəfşə, motorlar bizəklər basılğan sur qalın kitablarını, hambırını oxu yazmaları oxulu taşlaq Əsmənin bütün işində yərdəmşə bulub getdi. O yışqın aşağıdağına mənəb yumuşaq günən üstündə yolturalı qolqan yumaqları sütəyə keçib gəl yalan insanlar, taş mərcənlər bizi qıtıraqdırğan bulda. Anın irilərə türü başqa kişilərdə də xürməti yox. Qardaşlar, şuay əsərdə ukazı da bulmağın Səbircan Məzin, Şəmsi Mullanıdır Tuğan Ünsə Əkrəm Xari obrazlar üzünün fəqətləri ilə qaylıqda. Bu
байлык туплау яисә эшләмичә генә баю юлын сайлаучылар буларак бирелә. Йомгак ясап шуны әйтәсем килә, әсәрдә вакыйгалар, дөнья хилләре белән халык арасындагы үзара мөнәсәбәтләрне тасвирлау аша социаль катлауларны күрсәтү дәрәҗәсенә күтәрелгән. Язучы монда 19 гасырның 80-нче еллардагы вакыйгаларны тарихи планда киң күләмдә күрсәтергә алынганлыктан ул аерым характерлар аркылы аерым алганда дөнья хилләрен тасвирлау аша бөтен халыкның язмышын хәрәкәттә үсеш ташларга тырыша. Игътибарыгыз өчен рәхмәт. Менә бу Әсма белән Шәмси мулла арасында булган мугамәлә дип әйтик инде. Шәмси мулла үзе динне таратырга тырыша торган кеше дип аңладык инде, шулай бит инде. Әлиф бәйрәтә узырларга дин сабакларын өйрәтә. Әсма хатыны дөньяви якта үз мәнфәгатьләрендә куллана. Менә bundan нинди нәтиҗә ясый аласыз үзегез өчен, нинди файда ала аласыз? Алар арасында булган мугамәләнең тасвирлануыннан. Монда ир белән хатын мәсьәләләре тирәнтен чагылдыра. Һәм монда хатын кызның тискәре образ буларак тасвирланганы. Иренә уважениесе, башкаларга шулай ук хөрмәт булмавын күрсәтә. Һәм бу Бит инде татар телендә шундый мәгънәсен уйнаган ирне иркәндә, югыйткәндә хатын дип әйтәләр. Моны ничек аңлыйсыз инде сез? Бүгенге көннең күзләреннән караганда. Хатын кызлар вакытын белән поддержать итәргә тиеш. Хатын ират гаиләдә һәр вакыт булмаса тиеш дип саныйм үзем. Менә бу сүзләрегезгә куәт инде. Менә бу нидән Әсма белән Шәмси мулла ниннән караганда да Пәйгамбәр алейһиссәлам әйткән, шушы хатын кызның ират өчен ярты дин икәнлеген инде. Шушы безгә хәбәр биргән. Бу турыда диннең терәге итә буларак инде безгә тасвирлаган. Димәк, инде чынлап та менә бу безнең халкыбыз диннән гомергә дин белән бергә бәйләп алып барган көнкүрешен аның мәкаләләрдә менә шуның белән инде бәйле шушы Пәйгамбәр алейһиссәламның нейне хадисенә әйләнеп кайта инде. Шушының мәгънәсе. Чынлап та хатын-кыз Генри Форд турында әйтәләр бит ул. Шушы машина уйлап чыгарып ятканда сарайда бөтен кеше күлеп ятканнар. Кырындагы хатыны лампа тотып торган ди. Менә шуннан ул бик разый булган шушы хатыны ирен менә ошо булмастай эштә, булмастай фикердә аның ярдәмчесе булып торган. Бүгенге көндә инде Форд машиналары кызыгып кына йөрибез инде. Яхшы машина дип беләбез алар, шулай бит. Димәк, инде мәшә хатын-кыз иренең ярдәмчесе һәм инде аның шушы югары максатларга ирешүенә бер сәбәпчесе булырга тиеш иншалла. Бүгенге көндә инде без киресенрәк күрәбез инде. Хатын-кызлар муен кайсы якка бурыла, башы якка бурыла дигән принцип белән яшәүчеләрне дә күрергә туры килә. Юкса инде бабай әйтмешли, баш сигнал бирмәсә муен бурылмый ди. Шуңа инде менә һәр кеше үзенең урынын белергә тиештер инде. Бу инде ир урынын, хатын-кыз урынын. Рәхмәт, Алла разы булсын. Бик күңелле, бик әйбәт анализ бирдегез кыска вакыт эчендә.